Azərbaycanda bax bu şiələrə də qarşı belə hərəkətlər başladı. Nardaran hadisələri, digər hadisələr və digər insanların həbs olunması var idi burada. Şiə liderlərinin indi də təzyiq göstərirlər, məscidlərin bağlanmasına çalışırlar. Həmçinin Azərbaycana yad olan dini mənşəli elementlər gətirməyə çalışırlar. İndi bəziləri buna vəhhabilik deyir, sünnilik deyir. Mən yəni sünnilərin də içində yaxşı insanlar tanıyıram. Yəni təbii ki, buna bir problemim yoxdur və sünnilik Azərbaycanda olub, sünni təriqəti bizdə olub və sünniliyə yaxın təriqət bizdə olub. Hətta Talışların İran hissəsində bir çoxu sünnilərdir. Səfəvilər həmin dövrdə şiələşmə dövründə dağlıq ərazilərə çox getmirdilər. Həmçinin Talış bölgəsinə təzyiq etmirdilər ki, çünki Səfəviliyin özü də sünnilikdən yaranıbdır. Sünni təriqətindən yaranıbdır. Daha sonra şiəliyə çevrilmişdi. Ona görə çox təzyiq eləməmişdilər bizimkilərə. İran tərəfdə bu hələ də sünni icmalar qalmaqdadır. Amma mən söhbət edirəm ki, Azərbaycana kəşfiyyat xətti ilə, yəni bir çox ölkələrin maliyyəsi ilə, Azərbaycanın dəstəyi ilə gətirilən yalançı dindar insanlar var. Və bu dindar insanlar çox təəssüf ki, böyük əksəriyyəti sünni təriqətindəndir. Bunları vəhhabi də adlandırırlar, onlar özlərini başqa cür də adlandırır. Amma kimlərdən söhbət elədiyimi görürsüz. Yəni bu təriqətləri də əslində Azərbaycanın daxilində formalaşmış şiə dini institutunu məhv etməyə çalışırlar.